Ölkə ərazisində sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün proses sürətləndi. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı. Enerji nəhənglərinin sırasında say azalır. Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC Plus'tan çıxacağını elan etdi. NATO'dan Rusiya sərhədində güc nümayişi. Alyansın say üstünlüyünə qarşı Rusiyanın cavabı nə olacaq? Azərbaycan səmasında cəsarətli manevrlər. Turaz Qartalı 2026 birgə təlimləri başladı. Yüzlərlə şəxsin sosial təminatlardan yararlanmalarına imkan verilməyib. Bakı şəhərində 380 monitorinq səyyar yoxlama təşkil etmişdir tikinti sahəsində. Aşkar edilən qanunsuzluqların qarşısını almaq üçün hansı tədbirlər görüləcək? Məktəb çantalarına nəzarət təhlükəsizlik üçün kifayət deyil. Məktəblərdə neqativ halların aradan qaldırılması üçün hansı təkliflər irəli sürülür? Memarlıq və İnşaat Universitetində yanğın. Müəllim və tələbələr təxliyə edildi. Mühafizə xidmətləri gəlib hadisəsi çıxartdı. Təqvim baharı, hava isə payızı xatırladır. Atlantik okeanından gələn rütubətli hava kütlələri indiki dövrdə quraqlığı əvəz edən bir dövrəyə başlayır. Aprel soyuqları Bakını niyə tərk etmir? Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. İTV Xəbərin əsas buraxılışı efirdədir. Studiyada Leyla Abdullayevadır. Prezident İlham Əliyev Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı strateji tərəfdaşlığa əsaslanan iki tərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla dostluq münasibətlərinə toxunub. Görüşdə ölkələrimiz arasında iki tərəfli gündəliyin zəngin olduğu vurğulanıb. Siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpa olunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı yaxın şərqdəki vəziyyətə toxunulub, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirilib.